deyirəm. Xoşqədəm xanım çox gözəl insandır. Ekspres olaraq deyirəm. Hə. Xoşqədəm xanımın verilişi gözəl aparır. Çox gözəl aparıcıdır. Özü illərin aparıcısıdır. O gönül kimi ekspresdir. Nə deyil? Ondan çox olaydı. Deyəsən. Benim de bir yaş gözlerim doldu damla. O şey veriliş başladı ya şey gösterdiler, evi gösterdiler ha. Hiç orada danışırdı ya. Biraz ben de orada kövreldim. Ondan sonra bana gördüm video atırlar ki sen dalınca danışır. Sıktım da ondan sonra. Kövrəlmə də qaçdı ha. Ha ondan biraz kövreldim ki gözüm dolurdu. Ha ondan sonra kaçtı çocuk. Sen dalınca böyle bir danışıp ne danışır? Girdi mi? Canlaştı. Ağzımı koydum da. Elvin Qara, səni canlıda gördüm Erzatçı. Elə bildim ki mənim arxamda sizsiniz də. Elə sevindim sizi orada. Canlıda görəndə. Mobile Hanım çok sağ ol. Allah köməyiniz olsun. Mənə də bir də. İçmişsin nasıl? Kaydı attım verişe. Verişe attım ben kaydı. Dedi özün bilərsən neyini sen elə. Verişe attım ha kaydı damla. Nə? Dedi verişe attım kaydı. Biz o işe bakmıyoruz. Özün bilərsən ged ne bilirsən elə dedi. Sənə dedi. Ya hadi ged ne bilirsən söylə özün bilərsən. Özləri şəxsən dedilər mənə. İzən gələmişdi mən sənə deməli nə gələdi mənə. Hə. Necə bunda? Yok Yusuf yok. Bir tane bir daha. Zahmetçi ne tutursunuz atın oraya. Şu an birazcık daha gerçekçi. Şuradaki ağacın arasından çıkan ışık kütlesine baksanıza çok karışık. Evet şu an birazcık daha... Mobile Hanım ben ona ıslatırmıyordum o başladı birinci. O gün damladı hiç işin olmasın. Mənə bilirsən marağın nədir Elvin qardaş? Orada bir dənə ailə vardı. Mənlə yaxşıydılar. Ha. Xatmi olsa. Bugün mənə düşman olmuşlardı. Challenge'ımız büyük ihtimalle yana ve körmek. Ne ki? Yakacak bir şey bulmamız lazım. İki tane demirimiz var. Öleceğim Hatta Əri çox gözəl insandı. Qadın elə bir ki canavara dönmüşdü. Ne maraqlıdır ki bunlar düşüblər sənin üstünə düzdür. Bu ortada ev yoxdur. Deyirlər sənin tutaq ki evin yadın var da. Bunlar göstərsələr ki düşün ki sənin evin var. Subut eləsələr. Mən onda deyərəm ki haqlıdır. Cəmaət haqlıdır. Haq yoxdur yaxı bunun evi yoxdur. Subut da yoxdur. Heç şimdi subut eləmir. Onda deyərəm ki haqlıdırlar. Hə Elizabeth bacı, Allah yanına. Ay bala. Dağıt da kenarları batırma. Hadi yakalım. Hazır kızarmış kutu sofraya hazır mısınız? Size... Hə Allah bəndəsi, Allah haqqı deyirəm o. Yox mənə bilirsən maraqlı nədir Elvin qardaş? Bu dünya malı dünyada qalar. Siz bir qadına bu qədər şər, böhtan atırsınız Siz o şərin böhtanın altından necə çıxacaqsınız vaxtı zamanında? Ya sənin balanın qabağına çıxacaq, ya əzizlərin qabağına çıxacaq. Necə çıxacaqsınız bu altında? O bir dənə arvad var idi, o da şərbətdən atırdı. O xərçəng xəstəliyi tapıb. O da camada görsən xərçəng, indi görsən canında pul yedi. Bildin də kimi deyirəm? Bilirəm. Yox Prost günahdır. Kimsə haqqına girmək yəni ki, bir var subut ola deyəsən ki... Ay Qasımova, ərimi sağ Ali sənin başına. Birincisi mən ərimdən boşalmışam. Ərim geri özünə qazıl olum. Nə oğlum mənim nə vecimə? Mən almışam bəyəm ona ki, varaf. Biz boşanmışız. Özdə deyilər damla hamilədir. Biz demişiz burada gülmüşüz sarafatdan qarın düzəltmişiz. Düz demirəm. Onu gerçək hesablayaq ki mən hamiləyəm. Yox biz deyib gülən değildik. Orada Elvin qardaş qarın qoymurduq. Şey eləmirdik. Bax, yadıma düşdü də deyirlər. Sən dedin hamiləyəm, ha dedin 5 yıldız ha, zarafada deyirdin ha. Hə, güldük. İndi deyirəm, hansı xəstəxanadır, hansı abort eləmişiz, getirdi bunda kağızını. Xəstəxana abort eləyəndə at gedir axır oraya. Leyla Hasanova öz adını niye yazırsan ki? Yok bu kadar şer böhtan var ha.
Getirin ispat edin birini. Birini sənədli sübutlu getir ispat elə. Bence. Bu gerçekçi olacağı yere bu. Bu çok güzel. Abort nədir? Obsidyen, tamam obsidyenleri bulduk. Öndeki obsidyen korsalını tabir ederek burada gazetörlüğüne gidebiliriz. Təhənə usta dur cəhənnəm orada burada. Təhənə usta. Təhənə usta olur ha. Her şey gerçekçilik bölümünü yazmayı unutmayın yorumlara. Öğretmenime kardeşim. Təhənə usta. Şu nedir korsalını tabir edip Təhənə usta olur ha. şuradaki şeyleri Təhənə qadın eşitmişiz. Təhənə kişi eşitmişiz ama təhənə usta nə deməkdir? çaktık. Heh. Vah güzel ya korsal çok güzel duruyor. Bu hayatımda gördüğüm en güzel korsal bu arada. Mən söyüş söymərəm axır. Niyə söyüş söyməliyəm? Ay mama. Deyirəm ki, təhənə usta nə deməkdir? Tənha, Duydum tənha. yayını. Gel her şeyi söyleyeyim ben duydum. Ay ama Hı. ben duydum. Ona sana qurbansın ha? Yaxşı elədin duydun. Qarnın toxudu. Get uzan yerində. Benden neymesi lazım? Əlindən nə siləcəksin? Heç nə, gəl sox mənim gözümə. Əski kitabı da buralarda. Sönmesin koyma. Sönsün. Tale usta, ha? Tale ustaydı. Ay Elvin qardaş. Tale ustaymış, tane usta deymiş bu. Talih usta yazıblar. Hə, sən səhv deyibsən. Eyvah. Yazıq kişi də getdi. Ay Tale usta. Tale usta nə tərsən? Yaxşıdan yaşayırsan Tale usta. Yok sesi. Ben yiyeceğim. Mama. Mama. Ay mama. Ha. Ben yiyeceğim. Ha. Güneşi oxuyursan. Tamam inşallah. Tamam, işte sabır olur sana belə verir. Bacı ev yoktu. Yok ölüp. Vallahi ev yoktu. Billahi ev yoktu. Ev çekil. Belki kimse sen gelir veren ev. Ama hala yoktu. Ümidim Allah'tı. Ha. Vallahi ben dedim bakın evin adı var zaten yoktu. Ev yoktu. Gül benim başıma elimler akademilere bana ev verecek. Benim bu bahtım olacak. Kutuda ne çıktı? Ay sən demədin, qutuda nə çıxdıysa mən bilmədim axı məndə. Kutu kaldı açılmayıp sabah açılacak. Mektupta çıktı sevgili Damla. Mektupta çıktı sevgili Damla. Üzürlüsün ben sana ev vermirəm. Git cehennem olur verilişler. Elə çıxdı. Sağ Allah. Yox, nə yazılmışdı məndə? Allah hakkı yazmıştı ki ev alınmadı. Haçansa Azerbaycan'a gelirsem düzelecek. Maalesef Damla'ya ev düşmür. Onda Damla reklam üçün çıxmışdı orada. He? Reklam üçün, primə görə çıxmışdı onda. Az ne primi? O adam zengilip özü zengilip de prim yığır da özün üçün. Ha. Harda da elə kişi ki mənə də ölməsəm Allah haqqı deyirəm, düz deyirəm də. Sevgili tamaşaçılar. Özü özünə xalq qoyur. Özü özünə xalq qoyur. Niyə ki sevgi? Düz deyirik də qurban olun qadını alıb çıxmadı da səni yetim qalasan elə. Bacım məktubda sevgi məktubu. İğrənc elə yemək yeyirlər. Az yaxşı eliriz. İğrənc gəlsən də bir dənə yalan lap yaxşı olsun. Nəsə. O məktubu niyə qalmışdı ki orada biraz? Məktubu uzatıblar ki, yəni ev yoxdur. Sən get işinlə məşğul ol bala. Sən təzədən gözləməlisən, evi xəbərin var. Yoxdur da qurban olum, kimsə çıxsa versə ha. Çıxacaq bundan sonra. Bir də inşallah bəlkə biri çıxdı yenə də. Həyat evindən yadından verdi bir otaqla. Ay sevgi, səninlə bərabər bacın, yetim qalasan, maşının altında qalasan. Nasıl atlayacağıma dair hiçbir fikrim yok. Nerede bu? Oo şuraya patlattı. Tamam gördüm. Şurada uçuyor. Abi biraz aşağı inmeye başladı. Ne kadar hızlı, ne kadar hızlı. Tam tepesinin üstünde. Buradayım ben buradayım. Oho şunun tipine bak. Lan iğrenç şurası. Arkadaşlar düzünü deyim, mən xeyli ağırlamışam yoxsa yox. Hə? Adam güzel dəyişilib sən əvvəl kimi. Əvvəl çox az deyirdin. Hə, xeyli dəyişmişəm ha. Düzəlib sən yavaş yavaş. Çok zor değil. Görürsünüz qızlar, hə. Sağ olsun xoş qədəm xanım Allah edirəm.
Allah korusun, sağ olsun. Aha, Hüseyin geldi, Hüseyin Ayşen diyor. Koş da onu buraya. İşte Hoş geldin hanım, sağ olsun ay kızlar, Allah hakkı deyirəm. şam tutan kime şam tutan değilsen orada ha? Ha? Söyme Elvin. Ben sana demişim bakar. İtin peşası hürmektir. Biraz da zor oldu gibi. Şimdi orada hiçbir şey olmadı. Oğlum şurada lan şu an bir tavuk geldi. Bir saniye bu tavuğa bakmam lazım abi. Hüseyin sürpriz. Bayaqdan bu Al canlıya seni. baxıram mən. Necə deyirəm bunlar insanlar var ki, gəlib yazır. Mən hələ demişəm mənim damlanın adını çəkən insanlar mənim səhifəmdə səssiz atır. Ay sağ ol. Ben Ben de Elvin, sen o söz- demişim. Yok Hüseyin bir dakika diyor. Ben Ben onu de demişim. demişim. Elvin'e de niye o Hüseyin ben buraya ilk girende bir tane kadın. Benim şam tutanlığımı görübsən? O ne sözdü Hüseyin demişsen Mən Elvin'e? deyim də sənə, bax deyəcəm, mən aydınlığını verim də. Mən Elvini tanıyıram. Tanımazsın. Elvin Bak ben niye onun tanıyabilirim. hakkında Ben yine İsmail'e tanışmışsan Hüseyin? insanım. Niye tanışmışsan onun hakkında kaka? Yəni, bəs mənim videomu haqqında niyə paylaşmayıb səhifəsində ki, baxın görün kimə deyirsiniz. Mənə kim deyir? Ben orada seni söylemişim. Sen uzun Bu sen söyleme bak Ray Elvin. Bəs sən niyə məni paylaşırsan ki? Sən niyə məni özü mən əsib tutuyordu. Sən də bir tərəfdə gəldin. Mən səni tanımıyorum. Sen damlayıp zaşit yanırsan, vəkillik elirsən, ne Benim edirsən özün bilərsən. kardeşimdir. Valla benim kardeşimdir. Bana her türlü kömelik eden bir kardeştir. olsun. Ama elə hərəkətlər eləmək lazım deyil. Kimsənin abi jingili hərəkət eləmək lazım deyil. Mən orada gördüğünüz gibi, mən dedim daha onun məsələsine karışmam. Onun da olsun, benim de olsun. Vəssalam. Mən əsəblərimi pozmaq istəmirəm. Mən burada hər cür mındar. Hüseyin. Kimsənin qurbanı olmaz. Ay damla başqa şey deyirlər, mənə başqa şey deyirlər. Çıxan ağzından çıxan kelimeyi kaydedirlər. Bilirsən də sən onu. Sen o sözü... Sen Hamını o sözü. kaydedirlər, Ha, hamını. Sen niye onu demeliydin? Niye kimliyse hakkına girip? Ben Elvin'e ne bak demişim onu. O Elvin'in özünü de yazmışım direktine ki. Benim hakkımda sen kimseyi paylaşım Hayır edilsin. Hüseyin, Sen bir dakika jurnalist. diyorsun Hüseyin, bir dakika diyorsun. Hüseyin, Elvin Rəsiyyədə düz demirəm. Birdən çıxsa, Allah eləməsin. Mən dəfələrcə millət düzünü deyim birinci bir kere. Qoymuşam Elvin Hüseyin'i söysün. Demişəm Elvin'e ne demişəm burada? Demişəm ki söymə. Demişəm ki qətiyyən söymə. Olmaz. Bizim kütlemiz var insanlar. Demişəm deməmişəm. Demişəm deməmişəm düzünü deyin. Demişəm. Birdən o səni söysəydi, səni üzr istəyib yoldaşını söysəydi, xoşun gələrdi qardaşım. Xoşun gələrdi. Ne inecektin Hüseyin'le buraya Elvin'e? Ayıptır. Biz Azerbaycan milletiyiz. Elvin'e hakkında o sözü danışmak düzgün değil. O bana bir Ersan Azerbaycan'ın Mazlum- gayretli oğlan gibi destek olur bu. Ayıptır. Ayıp. Allah kömək olsun. Bəs mənə elə gəlir. Bak dünən Mən damla senin ilə nə problemim canlında, varsa sana damla o söz bilərəm, yazan, mən bilərəm. bugün benim İnsan canımda sen buradakı. söyledi. Bilirsen sen onu. Bilirsen sen onu. Ay sağ ol. Sen de yan damla yazın, ben damla yazın. Ben o şey kayıt elədim. Ben bir saattir. Bir sene atın. Ben bir saattir burada izləyirəm. Hə. Yazılı ki senin canlı səni mən də damlanın adını çəkəndə mən o adam üstünə xətt çəkmişəm. Və o adam Ha yaxşı. Hüseyin bir saat beni izləyirsən. Söz çıxıb benim ağzımda sana Burada qarşı. bir yazır ki sen bu sözler demişsin. Ben de ki Hayır Hüseyin. Sen bir saat beni izləyirsən. hiç benim de ağzıma çıkmıyor. Sana qarşı söz çıxıb, mənə sana qarşı. Yo. Ha. Hiç benim ağzımdan da çıkmıyor. Ne burada ne o hiç Ay şey. sağ ol. Yazanlar Ben de sana izleyiciler diyorum değil ki bunlar. kütle, Elvine mi kütle. alanlar? Sadece prim yapmak Ben için. diyeceğim Elvin sen şampiyonsan. Benim hakkımda sen orada niye paylaşma eləmişsin ki? Sen benimle ne problemin var ki? Ben damla bilir, ben bilirim. Peki sabah damla yani biz en efirdeyiz. Her gün biz sizinle virtual görüşseydik. Biz damla her gün yüzde görüşürüz. Peki biz öpüşüp görüşeceğiz orada. Onda ne olacak ki? Bak sana kimse destek olursa şampiyon oluruz. Sual verir. Ben əsəbləşirəm ama ben de nervlənirəm. Ben Olmaz Hüseyin. Valla o çok pis sözdü Hüseyin. Hüseyin o çok pis sözdü Hüseyin. O hakikaten pis sözdü. Ha. Hüseyin sana bir söz demek. Elvin bir dakika diyor. Elvin. Sesini al onu. O kaydı verişe attım. Sesini al. O kaydı verişe attım. Özün bilərsən, getməmişsən. Mən indi çıxıb sənə söz söyləyəcəm. Sənin xoşun gələcək. Yo, ben elə şey deyəndə nə deməliyəm mən? Tam tutan biri sən nədir? Mən sənin haqqında nəsə çıxan danışsam, mən bilmirəm Elvin. Mən adını çevirmişəm ki. Mən sənin mənim haqqımda video paylaşandan sonra sözlüyü demişəmsə, mən elə haqqımı mənəm. Sən mənim haqqımda, mən səni tanımayam. Mənim haqqımda nə yalan yazdım? Mən orada demişəm ki, işləmirəm, heç kimə pul istəmirəm. Onun kimə nə dəxləsi var ki?
Sən tam niyə paylaşmırsan onu? Sən işləmirəm, zor elə, ancaq onu paylaşmıram. Mən düz deyim, yenə də deyirəm. Hüseyin. İşləmirəm, yaxşı elə. Onu mən Hüseyin, kimə söyle sana bir söz deyim mi? Ne istəsən? Hüseyin. Kimə, mən obol deyirəm, kimə nə dəxlisi var ki? Hayır sen yaxşı bildik de. Elvin. Sana nəsə demişəm orada. Ay Elvin bir dakika diyor. Elvin bir dakika diyor. Hüseyin sana bir söz diyeyim. Bir bacı kimi diyeyim, bir düşman kimi diyeyim, bir dost kimi diyeyim. Sen oğlan, ben qadın. Ben senden biraz böyüküm, düz demirəm. Ben senden, sen bilmirəm neçə yaşın var, benim 34 yaşım var. Mənim Ben 29. göre gelmişim. Hayatı boyu öz hayat yoldaşını kimese söydürme. Çünkü Elvin bugün onu söylemek istedi. Koymadım dedim olmaz. Dedim kimse ailesini söylemek olmaz. An dostum. Çünkü o haricde de sen ne söyleyebilmezsen. Haricde de düzgün değil kardeşim. Kurban olun. O senin ailendir. Bak, mən sən Elizabeth var, moderatorum sən deyirsən. Mən Elizabeth tanımıram. Və ya bunlar mən bunları tanımıyorum. Bunlar mənim haqqımda niyə? Bu efirdir. Sən də yaxşı bilirsən, mən də yaxşı bilirəm ki, bu efirdir. İndi qıraqdakılar bilməsə də bu efirdir, bu olmalıdır, bu normal haldır. Orada gərginlik olur, stres olur, həyəcan olur. Hüseyin senin modun var ya. Senin modun bilirsen gel bana ne yazıp. Senin modun geldi ya ahlaksız damla. Kim idi o? Senin modun adı neydi kızlar? Nuri'di. Adı Neydi nədir? onun adı? Mənim modum 1276'dır. Ha bilmirəm, o bir- gəlir. Sen benim 1276, harda mənim 2 dənə moderatorum var. 1276 Engi. Və salam. Harda görmüşsən? Bas benim modum Hayır, geldi ne vallahi, demeli hayır. Hüseyin. Sen- Valla bak Damla. billahi de. Ne Ben ilk okulda değilim. mənə yaraşır, nə yaraşır ki? Hüseyin. Biz birbirimizle Bak, her gün yüz yüze gelirik. Hüseyin Ama kulak as. birbirimizle... Bu çörek değil. Hüseyin bu Vallahi çörek hayır. değil mi? Kur'an'la beraberdi Hüseyin. Bu berekete an dostum. Tek ki okulda Elvin sesi gelme, Elvin sesine Asancası çıkıyor. çıkarsan orada kardeşim. Şimdi sen ben deyirəm ki, eğer sana yaraşmırsa saat 6-7 saat durmuşdun, damlanın haqqında danışırdın. Sen birinci, cemaati müsabirə qoşurdun, soydururdun. He. Orada benim adım çəkilmişdi. Benim adım çəkilmişdi orada. Gördüm ki, Elvin deyirlər. Çalış eyleme Hüseyin. Vallahi eyleme onu. O kayıtların hamısı məndə var. Orada mən Elvin adını eşitməmişəm. Orada deyiblər ki, 12-3 dənə müəllimi var. Onlar örgədirlər, onu çıxardılar ora. Sonra sen gedirsən zibilliyə. Başlayırsan rahat qoymaya adamlara. Bayaq da zibillikdə kayıtı atıblar. Görsən, istəyirsən ki, mənlik görməyim. Bir yığana pis baxırsan sən. Yo, ay bala, bilsən necədir? Onun mən deyim ki, bəli, mən deyim ki, sabah gedir zibil eşməyə. Onun kimə nə dəxlisi var ki? Damla zibil eşməyinə kimsə əlaqə qoyur. Sen damlaya söz atırsan da hop diye. Ben gelin zibil... Aldın üstüne. Kişiliğe yaraştırır. Kapı kapalı asıca bağlamışam. Onun lağa siz Vallahi özünüz Hüseyin istəyirsiniz. Siz bilmiyor, özünüz onun başından gündəmə ne gəlmişsiniz. gelecek? Neyle gelmişsiniz? Bir gün Hüseyin özü zibil yığabilir. Hüseyin eğer bir gün ben işten bir işi lağa gelirse bir gün Hüseyin o güne düşebilir. Bunu yanında saklayın. Ben ayda ilde bir defa canlı atırdım, yine damlaya göre atıram. Ben al yerinde canlı yaymak. Hüseyin, eğer sen bugün kimisə çörəyini lağ elirsən beni, Allah şahidim olsun bir gün sen o demiri yığarsan. Allah elə bir indirecek ki, sen onu qaldıra bilməzsən, özün başa Allah'ım değil. bilməzsən. Ben ne söyle? Ay Damla, ay ne tanı? Ben öyle şeyler görmüşəm ki, Kur'an hakkı. Sen elediğin şeyler. Vallahi ben ona adi bir şey Ben sana değilim, hiç kimsenin çörəyini lağ eləməm Hüseyin. Çalıştığın kadar, çalıştığın kadar. Vallahi özünü kurup kadar. Lağ değil. Yok, Hiç kimse, herkesin halal bir çöreği var. O lağ değil. O lağ değil. Damla, ay Damla. Ben düşünmüşəm ki, ben de Hayır. düşünmüşəm. Siz zibil qabı. Yani çekeceğim atacağım hoş geldin kanka. Hüseyin abi sağ ol. Sen hakların verilişini çekeceğim Ay, atacağım o şey, videonu. diyeceğim. Ki ben zibil qabı eşirəm. Onun kime ne Değil. dəxlisi var ki? Buyur. Abi salam, hoş geldin. Elvin abi sen Salam, sesin salam. gelmiş. Dünən sizin canlıdan geldiler Damlaya dediler ki Hüseyin şəkli bir koyur. Ben geldim sakitçe baktım gördüm yalan değiller. Sen hiç ne Sakin ol, demiyorsun. İbrahim. Orada deyirsən ki Damlanın adını çəkmeyin moderatorlar hara baxırsınız. Geldim ben Damlaya dedim ki Damla heç kimə inanma Hüseyin adını tutmur. Düzdür. Kardeşim vırışmayın da. Sen de evçin çıkmışsan bu da evçin çıkmış. O barədə danışır. Bak, Ne oldu, dondu? Bak Elizabeth söyürsüz he. Niye söyürsüz ki? Deməkdən ki Damla sakit ol, qışqırma, mehriban olun. Siz çatda biraz da Elizabeth'e deyirsən ağzı kaşınmaq istəyir. Ağzın kaşıdı. Yok öyle deme. Elizabeth başını kaşımasın. Sen öz modunu Ben yorumları okumuram. Özünə hörmət O elə. senin modun. Elizabeth'e burada hiç kimse dil uzatabilmez. Senin modun birinci başlayıp. Senin modun. Mənim modum heç deməyir. Senin modun Benim modum heç deməyir. Paramı bana atıblar. Bana bak Abi, Hüseyin. harda, hansı deyib, hansı bir Başa düştün? Senin Hansı modun biri deyib? dünən geldi bizim canlımızda. Bizi söydü, beni söydü, beni. Beni söydü.
Bana ne mi Ne bilirsən istəyir? mənim Heç boğum kimsə bu? dili uzata bilməz Hüseyin. Damla